Qardaş, istəyirsən sənə deyim çiyin manjetindəki ağrıdan necə qurtula bilərsən? Hardan bildin çiynim ağrıyır? Mən falçıyam, amma elə belə falçı deyiləm. İstəyirsən 10 manat ver, sənə deyim insanlar Marsda ilk koloniyanı nə vaxt quracaq? Mənə çox maraqlıdır, hə, gələ. Ay qardaş, nə edirsən sən? Safsan ha, görmürsən? Falçıdır. Adam falçıya pul verər. Mars lazımdır sənə. Gül kimi yaşayırsan da yerdə. İstəyirsən 10 manat ver, mən sənə deyim, niyə milyarderlər məhz indi bunkerlər tikirlər? Bir daha nə maraqlıdır, gələ götür danış sən can. Kasıb, milyarder lazımdır sənə. Sən harava yaraşır? O məlumat sənin nəyvə lazımdır, ona pul versin hələ. İstəyirsən 10 manat ver, mən sənə deyim, süni intellekt hansı üsulla insanları məhv edəcək? Hə, mən süni intellektlə maraqlanım, ola pulu götürsən can mənə. İntellektsiz, sən bir yalan verirsən, görürsən sən pul almaq istəyir. İntellekt Ay lazımdır sənə. qardaş, istəyirsən 10 manat ver, mən sənə həyatın mənasını başa salam, həm fiziki, həm də mənəvi. Oyda, mən bu sualı həmişə özümə vermişəm, mənə maraqlıdır ki, bunun cavabı nədir də? Nədən bu barədə? Görmürsən, yer kökür oxşur, adam ona pul verər, mənəviyyat vaxtıdır, sənin nəyvə lazımdır o? Ay qardaş, istəyirsən sənə deyim, işdəki resepsiyon qız Qalinvagin hansı yollarla alıb?